Elə bir oturmuşdu ki, hətta onun alt paltarı görsənirdi. Yəni mən ailəmlə keçəndə mən onu gördüm və ona yaxınlaşdım ki, mənim qardaşım belə oturmaq olmaz. Buradan yaşlılar keçir, arvad uşaq keçir. Yəni olmaz belə oturmaq. Məhəllədir bura. Mənə dedi, get işinlə məşğul ol. Yəni mənə ağır cavab verdi. Mənim üçün bu ağır cavabdır. Yəni cavan uşağın ağsaqqala belə söz deməyi çox ağırdır. Özü mənim yaşadığım yer, mənim 62 yaşım var. 62 ildir burada yaşayıram. Mən elə indiyənə kimi bu məhəllədə heç kimlə nə dava, nə spor eləməmişəm. Ayın 5-i buraxılmış bu telefonda göstərilir ki, mən orada söyüş dönmüşəm. Bəli, olub belə bir şey. Mən demək olar ki, bilərək söyməmişəm. Bilərəkdən olmayıb. Mən onu başa salmaq istedim ki, yəni ki, belə oturmaq olmaz, belə olmaz. O həmişə mənə deyir, səni tutturacağam, geri işinlə məşğul ol. Mən ona görə əsəbləşdim. Əsəbləşdim bilmədən ağzımdan o nalayiq söyüşlər çıxdı. Mən onun valideynlərindən, Azərbaycan xalqından bu söyüşümə görə üzr istəyirəm. Mən çünki o şeyi götürə bilmirəm özümə. Yəni o söyüşü mən düzgündür. Mən onda səhvəm. Amma söhbət yenə də şortik məsələsidir. Onu yazıblar ki, şortikdir, şortikdir. Kimin ürəyiniz istəyir geyinə bilər. Amma hər kəs kiminsə qabağında ya məhləsində etik olmayan bir, yəni ayağını qaldırıb göyə oturmağa onun ixtiyarı yoxdur. Tək bu uşağa yox, çox uşaqlara aiddir ki, yəni heç vaxt başqa bir yerlərdə belə oturmayın, ayıbdır. Ana keçir, bacı keçir, yaşlılar keçir.